Of, mənim dəyərli olduğu kimi gözəl izləyicilərim, hamınızı xoş gördük. Əlbəttə ki, Sultan Ofis olduğu kimi sizlərin xidmətinizdə. Mən də izləyicilərimi salamlayıram. Rövşən bəy, bunu tutun zəhmət olmasa. Olduğu kimi hər şeyi göstərdiysə, bu gündən yox, bir 42 dərəcə isti var. Elə deyilmi? Var, ölürəm. Bu istinin günündə mərkəzdə bir neçə dənə evləri sizin təqdimatınıza gətirdik ki, rahat bir şəkildə çayınızı yudumlaya izləyəsiniz. Hətta görürsüz, Aysu xanım qışqıran, bağıran insan. Heyim qalmayıb. Hey qalmayıb. Belə danışır dəyərli dostlarım. Bu arada avtomobili heç göstərməyinə dəyməz, ona baxın hələ. Səsin gəlsin, avtomobil üzüyü göstərmirik. Yazıq orada da bilsən o suya girib çıxan cücələr olur. Belə qırışır ha. Eyni temada da. Dostlar, bir dənə evin çəkilişinə gəlmişəm. 210 minədir. Paket çıxarış kupçadır. 210 kvadrat həyətin içindədir. 2.10 içindədir. Bajarüz qapıları. Bax burada belə bir demofodu zat var belə. Buradan Türkün məsələ belə basırsan və sonra gördünüz. Hello. Hey. Belə eləysən oradan qapını açırlar. Dostlar, gəlin bura. Ev tərəfə gəlin. Evə bir dənə baxışla baxın hələ. Mükəmməl bir evdir. Həyətində əkilən meyvə ağaclarımız mövcuddur. Növbə-növ meyvələr var burada. Ərik var, şəhətləri var, yaşıllar var, alça var, tut var, nə bilim. Belə ağaclarımız mövcuddur. Rövşən bəy, istəyirsiniz açıq ağacdan dibinə də su geçsin hətta. Olar. Dövlət şirin suyu, qazı, işığı, bütün kommunallar hamısı mövcuddur dostlar. Evin sənətindəki dediyim kimi, paket kupçadır, çıxarışdır, xüsusi mülkiyyətdir. Evin də torpağında hamısı var. Bu da ki, nə gülüydü bu? Bodrum gülü. Aşk gülü gedir bu gülün. Bodrum Bizim gülüydü. həyətdə bu bisanla boyda olubdur. Belə qalxıb gedib. Allah haqqı ev qoydu. Çox da gözəl olur. O prosta bu sarmaşıqdır. Bu hardasa məhəccərin zadın qırağında olanda daha qəşəng Nə görünür. qəşəng olur. Bəli. Belə olduğu kimi. Dostlar, olduğu kimi kanalımızı mütləq bəyənin, abunə olun. Belə qəşəng videoları, belə evlərin çəkilişi sırf olduğu kimi də olacaq. Yəni başqa cürə yox. Bir gündəlik çəkiliş rejimimiz olacaq. Bir də uzun belə videolarımız. Gəlin bura. Evimizi villadan artığı var ki, əksiyi yoxdur. Gəlin bura deyəcəm sizə niyə. Gəlin bura. Birincisi ana yolun düz qırağındadır. Mərdəkan yolu deyilən yolun düz qırağındadır. Bolluq masivi gedir, bu binə bolluq masivi gedir. Beton monoletdir. Alt beton, üst beton, lab üst beton, hər tərəf betonludur bu ev. Çox sağlam və keyfiyyətli tikilibdir. Demofonun şeyi buradadır, Türkün məsələ. Bura baxın hələ dostlar. Buradan vurursan çölü zadı da göstərir. Bax da avtomobil qulağını qaşıyır. Ora baxın. Deməli bu görməli səs gedir buradan. Avtomobil qulağını qaşıma. Gördünüz dostlar, oradan səs getdi. Gəlin bura. Evimizin qapıları mükəmməldir. Yer istipoldur. İstipolun bütün xətləri hamısı kombini diviziyoniya xətləri burada gedir. Sancar qovşağını göstərmək istəyirəm dostlar. Bir dənə sancar qovşağına baxın. Asma tavan, moydadır, duşakabin, unitaz belə hamısı seçilmə unitazlardandır, qara rəngdədir. Sevgəndə heç bir şey hiss olunmuyor. Amma xətlərdə də yəni mükəmməldir. Özü yuyanlardandır, belə deyir. Gəlin bura. Dostlar, evimizin mətbəx hissəsi. Mətbəx çox geniş, kulturlu. Bunu da niyə burada? Bu nə burada? Bunu elə bir şey belə qoyur. Bunlar kimi çəkiliş edəcəm. Bax, olduğu kimi də bizdə hər şey. Geniş, iri. Televizor yeri, hamısı mövcuddur. Yəni, ürəyən istəyəni burada mətbəxdə yaşamaq olar. Yəni, mətbəx bildiğim bir yaşayış məntəqəsidir. Evimizi uşaq otağı. Dostlar, deks otaqdır, sərgəndir, kulturlu yığılmadır. İnandırım, uşaqlar burada böyüyəndə alikantar böyüyürlər də, yəni krokodillər kimi böyüyürlər. Bildiyiz krokodil. Sonra deyirlər, çəkil o tərəfə, buradan mənə. Diviziyoniya, uşaq gözü açıq böyüyür da bildiyiz kimi. Dostlar, gəlin bura. Evimizin zalı. Bu birinci mərtəbə zalımızdır. Qəşəng səviyyəli formaladır. Hər tərəfdən işıq düşəndir. Fərz edən bazılar belə də, ora pərdələr ilə vuracaqlar, analar bazılar ki, onu təsvir eləmək qeyri-mümkündür. Qəşəng belə tül, parça, pərdə, qəşəng dizayn yaradacaqlar da xanımlar özləri yaxşı bilirlər.
Evimizin ikinci mərtəbəsinə baxıram. İkinci mərtəbə pilləkənlərimiz akkuratla yığılma, pillələrdə hamısına korobka yığılıbdır ki, ayaq izi düşməsin də olur. Gəlin bura. Gəlin bura dostlar, qalxıb ikinci mərtəbəyə. Aha. Demişdimizdə qapılarını, koyduğuna qapılarını maşallah açıb. Gəlin bura. Yuxarıda dostlar, əlavə otaqlarımızı göstərəcəm. Birinci holun genişliğini istəyirəm sizlərə bildirəm. Holumuz çox geniş. İkinci mərtəbə də genişdir holda. Buradan baxanda qəşəng balkon sahəsi var. Qabancıq daşlardır. Bunlar hamısı qabancıq daşlardır bax. Bildiyiniz qranit mərmərin qabancıq daşlarıdır. Və səliqəli işlənir. Çox səliqəli işlənilibdir. Burada bütün binaların hamısının damı görsənir. Gəlin bura. Holu geniş. Burada stol qoyub oturub istirahət eləmək olar. Şularını göstərək Sultanım, zəhmət olmasa görə bir ağır halı çəkərək. Gəlin, yataq otağımız. Yuxarı mərtəbənin yataq otağı, səliqəli, geniş. Bunu bildirmək istəyirəm ki, dostlar, yataq otağının pəncərələri panorama. Birbaşa həyətinə baxır. Açılma qaydaları yəni həm belə, hər tərəfdə açılır. Çox mükəmməl bir evdir. Gəlin bura. İkinci yataq otağımız dostlar. Tam ışıq düşən, havalı, işıqlandırıcı, gizli işıqlarına qədər, badoqa işıqlandırılmasına qədər hamısı mükəmməl qaydadır. Birinci mərtəbədə də yataq otağı, ikinci mərtəbədə də yataq otağı, otaq sayımız çoxdur. Və ikinci mərtəbə dostlar, qonaq otağımız yenə mövcuddur ki, ikinci mərtəbəndə qonaq otağı gördüyünüz kimi belə bir geniş bir formada. Pəncərəmiz açılır bağ hissəsinə. Buradan birbaşa yaşayış yeri deyil, bağ hissəsidir. Yəni pəncərələr açın. Dostlar, buradan zəhmət olmasa Sultanım, buradan göstərərdi izləyicilərimiz bir tam şəkil səris görsünlər. Niyə? Çünki bizdə hər şey nə var olduğu kimi. Buradan səslərsən, komşi, oradan bir dənə nar, ananas, ana, bez problem. Qəşəng geniş səliqə, ikinci mərtəbə sansar qoşağı dostlar. Gəlin bir dənə sansar qoşağına baxmayın. Adamın burada daha rəsmən girib sinəsi var. Bunun özü işıqları da var dostlar. Belə burası qəşəng sensorun azadla. Belə ləzzətli moyladırı, politadı, türbanı. Hələ bunun tualet duşuna baxın. Sən yiyəsən hələ bunun tualet duşuna azadına var. Hamısı öz qaydasında dostlar. Asılı tavanın azadından belə səliqəli bir mükəmməl istilik sistemi. Həm istipoldur, həm kombi radiatordur. Deməli dostlar, evimizin qiyməti ekranda görürsünüz zaten 210 min Azərbaycan manatıdır. Real alıcıya indirim olunacaq. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar. İnşallah ki, qiymətimizdə indirim mövcuddur.